Bir neçə aydır ki, sosial şəbəkələrdə, internetdə qarşımıza çıxan bir telefon var idi. Nəhayət, həmin telefon rəsmi olaraq təqdim olundu. Honor Robot Phone. Gəlin bu modelin bizlərə nələr vəd etdiyinə və hansı funksionallığa, hansı özəlliklərə sahib olduğuna birlikdə nəzər salaq. Nəinki texnologiya həvəskarları bu telefonu çoxları həvəslə gözləyirdi. Bu telefonu ilk gördüyünüz andan həm dizaynı, həm də gətirdiyi yeniliklərlə insanı heyrətləndirir. Arxasına yerləşdirilmiş hərəkətli gimbal kamerası ilə incələməyə başlayaq. Honor burada sadəcə obyektiv yox, əsl mini robot mexanizmi yaradıb. Əsas kamera 200 megapiksellik f1.6 diafraqmalı 23 mm-lik və 1/1.28 düyümlük geniş bucaqlı sensordur. PIDAF və OIS dəstəkli bu sensor xüsusi geri çəkilə bilən motorlu 4 oxlu Titan gimbal sistemi ilə təchiz olunub. Siz hərəkət edərkən belə bu mexanizm fiziki olaraq hərəkət edir və hər cür titrəməni yox edir. Cihazın lazer avtofokus, LED flash, rəng spektri sensoru və 3D avtomatik subyekt izləmə texnologiyası sayəsində kamera bir obyekti kilitləyib eyni ilə bir operator kimi onu izləyir. Bu möhtəşəm kameranı f2.6 diafraqmalı 62 mm-lik və 1/1.4 düyümlük sensora malik 2,7 qat optik yaxınlaşdırma edən PIDAF və OIS dəstəkli 200 megapiksellik periskop telefoto kamera müşahidə edir. Üçüncü olaraq isə f2 diafraqmalı 122 dərəcəlik geniş bucağına sahib dual piksel PIDAF dəstəkli 50 megapiksellik ultra geniş obyektiv mövcuddur. Video çəkilişlərdə 10 bit Log-C3 video kodlaşdırılması və LUT rəng dərəcələnməsi dəstəyi ilə Gyro EIS və OIS sabitləşdirilməsindən istifadə edərək 4K görüntü keyfiyyətində 30, 60 və 120 kadr video çəkilişlər edə bilirsiniz. Həmçinin 1080p formatında 30, 60, 120 və 240 kadr sürətində videolar çəkmək mümkündür. Belə böyük bir kameraya sahib olmasına baxmayaraq, telefonun ölçülərinə baxdıqda kamera açılmış halda 190 mm, kamera bağlı halda isə 151,4 mm uzunluğa, 72,9 mm genişliyə, 9,4 mm qalınlığındadır. Həqiqətən də belə bir qatlanan kamera ilə birlikdə 9,6 mm qalınlıq bu telefon üçün çox gözəl göstəricidir. Cihazın çəkisi 248 qramdır. Ön tərəfdə şüşə, kənarlarda alüminium çərçivə, arxa tərəfdə isə xüsusi titan materialdan istifadə olunur. Cihazda qatlanan kamera olsa belə IP54 sertifikatı ilə toza və su sıçramalarına qarşı qorunur. Gümüş və boz rəng variantlarında təklif edilən bu cihaz dizayn olaraq çox elegant görünür. Ekran tərəfində isə bizi möhtəşəm 6,31 düyümlük 97,6 kvadrat santimetr sahəsi olan LTPO OLED panel qarşılayır. Təxminən 88,4% ekran gövdə nisbətinə malik bu ekran 1 milyard rəng, 120 Hz yenilənmə tezliyi, Ultra HDR və gözü yormayan 4320 Hz PWM xüsusiyyətlərinə sahibdir. 1216-ya 2640 piksel, 19,5-ə 9 nisbəti ilə düyün başına 461 piksel sıxlığı təqdim edir. Yüksək parlaqlıq rejimində 2000 nit, maksimal olaraq isə 6800 nit parlaqlığa çata bilir. Cihazın daxilində 3 nanometrlik texnologiya ilə hazırlanmış Qualcomm Snapdragon 8 Elite Gen 5 prosesoru dayanır. Bu 8 nüvəli çipin içərisində 2 ədəd 4,6 GHz tezlikli Orion V3 Phoenix L və 6 ədəd 3,62 GHz tezlikli Orion V3 Phoenix M nüvələri, qrafik tərəfdə isə Adreno 840 çipi var. Telefon 12 GB RAM və 512 GB daxili yaddaş və ya 16 GB RAM və 1 TB daxili yaddaş versiyaları ilə kifayət qədər geniş həcm təklif edir. Cihaz ən son əməliyyat sistemi olan Android 16 və Honor'un interfeysi Magicos 10 ilə gəlir. Əlaqə imkanlarına gəldikdə isə cihaz Wi-Fi 7 daxil olmaqla demək olar ki, son olan bütün texnologiyaların hamısını dəstəkləyir. Telefon çox axıcı və sürətli işləyir. Cihazda bütün bu ağır işləri görməyə, hərəkətli kamera mexanizmini enerji ilə təmin etmək üçün cihazın daxilinə 7060 mAh-lıq silikon karbon batareya yerləşdirilib. Bu nəhəng batareya 120 W'lıq kabel ilə və 50 W'lıq simsiz sürətli şarj dəstəyi sayəsində çox qısa zamanda enerjini tam toplaya bilir. Ümumilikdə ən xırda detalına qədər düşünülərək istehsal olunan bu telefon, qatlanan kamera mexanizmi sayəsində cihazı tam bir kamera canavarına çevirir. Bəs siz bu yeni model haqqında nələr düşünürsünüz? Sizcə gündəlik işlərdə bu telefonu rahatlıqla istifadə etmək olacaqmı? Əvvəllər də buna bənzəyən fərqli formalarda telefonlar istehsal olunmuşdu. Bəs sizcə Honor'un bu modeli uzun müddətli istifadədə özünü doğrulda biləcəkmi? Öz fikirlərinizi şərhlər bölməsindən paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.